Eindhoven şəhərindən hamıya salamlar. Bu vlogda siz 3 ölkə görəcəksiniz. Niderland, Belçika və İspaniya. Biz Qarabağın oyununa gedirik. İndi vağzalın içi ilə gedirəm, avtobus dayanacağım. Flixbusla Brüsselə. Əslində burada da bugün maraqlı oyun var. PSV Eindhoven'dən Napoli oynayır. Çılğın olacaq məncə burada da, amma Qarabağ bizim üçün daha önəmlidir. Getdik Bilbao'ya. Avtobus gəldi artıq. Getməyə vaxtıdır Brüsselə. İkinci mərtəbədə oturmaq belədir də. Bütün şəhər ayağının altında. Artıq Brüsselə çatdım. Avtobusdan düşdüm. Dedim bir şey yiyeyim. Brüsselə çatar-çatmaz azmışdım. Elə dönərxana gördüm. Gəldim buranın. Adım Muslu. Burada biraz dönər yeyək, sonra gedək otelə. Hansı dönər yaxşıdır? Azərbaycan dönəri yoxsa Belçika dönəri? 10 euro. Qiyməti 10 eurodur. Amma dadı yaxşıdır. Burada artıq tək deyiləm. Elnur da yanımdadır. Dostumdur Niderlanddan. Getdik. Taksi bizimdir. Yok. Biz kasıbıq ya. Avtobusunu. Simidi. Abi bayaqdan gedirik. Nə oldu? Taksiyə pul verməyəndə belə olur da. Yox. Simidliydi, saxta gəlir. Vaxtımız var. Ayacağımıza çatdıq. Buradan Brüssel aeroportuna. Hara getdi o? Burada Brüsseldə və yaxud da başqa ölkələrdə də elədir, qərbi Avropada. Kartı vurursan, girəndə, bir də çıxanda vurursan, məsafəyə uyğun pulu çıxır. Aeroporta çatdıq. Gedək Bilbao'ya. Qarabağımızın zəfərinə şahidlik eləməyə. Bayaqdan elə qiymətlər görürük ki, şokdayıq, yəni ucuzunu axtarıq. Ailə eyni qiymətlərdir, 7 euro. Mən bunu evdə eləyərdim. Hey, spreekt u Nederlands? Mag ik een croissant met americano? Croissant'ımı aldım. Croissant. Amerikanonu da gözləyirəm. Gedək gate'imizə baxaq. Bilbao. Görmürəm. Bilbao. 0925. 0910'da Bilbao yoxdur ki. 9-cu A. Gate A. 09. Getdik. Getdik Bilbao'ya. Okay, let's go. Nəyi götürürsən? Dezodorant edim. Heç nə olmaz. A qapı, ora beri. O tərəf. Dezodorant böyük idi, ona görə. 6 euro bir dənə dezodorant o. Avropa batırıya bırak görsən. Bakıda 2 manat deyil. Burada oturmuşkən sizə bir məlumat verim, çox qısa olacaq. Brüssel aeroportu dünyada ən çox şokolad satılan aeroportdur. Bunun da səbəbi Belçikanın şokolad vətəni olmağıdır. Elnur, sən hardan gəldin? Neçə ilçə olacaq şot? 3-0. Kim vuracaq qolları? Andrade, 91'de de Musa Qurbanlı. 2 dənə oldu axı. 2 tane Andrade vuracaq. İnşallah. Burada Brüssel aeroportunda gəzərkən oturmuşdu. Hətta Azərbaycanlılar gördük, oyuna gedirlər. Onlardan bir-iki suallar verəcəyik. Görək oyun haqqında nə düşünürlər. Salam. Salam. Necəsiz?
Gözəl. Əhval-ruhiyyə necədir? Əladır. Gedirik Qarabağı dəstəkləməyə İspaniyada. Hə, belə tutun. Hə. Oyundan nə gözləyirsiniz? İlk öncə gözəl atmosfer gözləyirik. Qarabağımızdan gözəl oyun mübarizə gözləyirik. Məncə yanılmayacaq. Qarabağ həmişə mübarizə aparır sona kimi və qələbə gözləyirik. Çünki Qarabağ buna layiqdir. Səs-küy salıb artıq Avropada. Məncə gözəl olacaq. Hesab neçə olar? Hesab proqnoz vermək istəmirəm, amma ən azından gözəl oyun və gözəl mübarizə gözləyirəm. Aydındır. Çox sağ ol. Hə. Mən Qarabağdan 3-2 qələbə gözləyirəm. Qolları kim vuracaq? Səsində. Bir dənəsini Addaydan, birinin Nərimandan. Bilməm, Yankoviç oynasa bəlkə Yankoviç. Əla. Siz hardan gəlmisiniz? Mən elə Brüsseldə oxuyuram, Brüsseldə, tələbəyəm, elə burada yaşayıram. İnşallah gözəl stadiondur, çətin atmosfer olacaq məncə. Amma yəni keçilə bilməz rəqibi deyil. Biz Benfica-nı Kopenhagen udmuşuqsa bunu da uda bilərik. Sadəcə çətin oyun olacaq çünki Nico və Niaki Williams problem yarada bilər, amma 2-1 uda bilərik məncə. Az qol olacaq, yəni çox gözləmirəm. Amma yəni 1-1 olsa məncə bizim vurmaq şansımız daha çoxdur. Okay, 2-1 əla. inşallah Qolları kim qələbə. vurar? Məncə yəni Andrade ilə Zubir ola bilər və ya Okay. Təyyarəyə daxil olduq. I know it. I know the rules. Yeah. Şey deyir, cabin crewing çəkmə deyir. Olmaz əslində, düz deyir. İcazə vermirlər. Artıq təyyarədəyik. İndi anons gedir. Təxminlik saatlıq uçuşumuz olacaq. Ondan sonra həyəcan Bilbao'da, məkanda da. As we are passing through an area of turbulence, the captain has switched on the seatbelt sign. Please remain seated. Artıq Bilbao aeroportundayıq. Çatmışıq. Aeroportdan çıxırıq. 50'lər biz olan yerdən çıxdırıq. Belki var ara genişti oradan sonra. Şimdi bu shuttle basılan şəhərə gelirik. Burada da bizdəki kimidir. Basa bas. Sıxlaşın deyirlər. Elnur getdi öz otelinə, mən öz otelimə. Bu da Bilbao şəhəri. Çekin eləyək, sonra biraz vaxt edib şəhəri gəzə bilərik. Qarabağın yürüyüşünü də eləyəcəyik. Bilbao Baskların şəhəridir, qatı Basklar, hansı ki burada çəkiliş gedir. Nədir bu? What is this? What is this? You don't know? Okay. Nəsə çəkiliş gedirdi. Dediyim kimi Bilbao Baskların şəhəridir. Qatı Basklar həmişə İspaniyadan ayrılmağa çalışıblar. Amma ümid edirəm burada azarkeşlik baxımından heç bir problem yaşamaz. Mən özüm də Şərifimlə, Göygurdlar Kutkamla hərəkət edirəm. Mənim yolum isə biraz var. Bir dəqiqə ya. O şey hardaydı cırmaq? Artsaq var idi. Cırdım nə bilim. Burada da var, bir də var. Yalan da sırasına. Can cıraq mən cırım. Davay. Rituala sadık kal da. O səndən araq yeyərsən, spirit yeyir. Hörmətin olsun, bu da kommentlərdir. Gözəl yaxşı şey verin. Bu partlatmalıdır ya bu. Getdik. Görəyək. Gedək bir dənə Qarabağ. Yox məsələn. Qaz o yazılıb. Hələ yox. Burada da var da qopartdıracağım indi. Gözlə mən onu qopardacağam. Məni çəkəcək. Rituala sadık. Gözlə. Ay burada baxın. Təxribat var burada, təxribat. Onu indi mən özüm şəxsən sökəcəm. Artsaq, yox bir sarsaq. Özümüzün aramızda şeylə, kim neçə dəfə söktü bugün? Davay. Getdik. Qopmur ha kişi ha bu. Bunların bayrağını sök. Sarsaq. Ondan 2 qalsın. Azərbaycandır. Ondan 2 söymədə neysə. Azərbaycan qornası yazılıb.
Nə deyir də, elə bir ki, pəltə idi. Sən mən vlogumda söyüş olmur. Sən gördüm söyüş söyürəm. Söksüz olma lan. Elnur, sən nə edirsən bura? Bu nədir belə? İstek salat. Allah, Bilbao'nun ortasında gəl baskı yiyək, çıx, star üsulla. Xidmətdə sınır tanımır. Bu qısım. Bu şeydir də, səyyar şeydir, baskı şeydir. Səyyar baskı ilə məşğuldur. Saat səni basıb tutacaqlar ha. Bizdə gözləmdə, bizdə sınır yoxdur, hocam. Ona bax, mən deyib təzə qutu qal. Getdi bir şey. Al, mən bunu toya geyinəcəkdim, ha kişi. Gözlərim var. Bu dənə. Şeyini, cızığınız adını tapın. Açaq, qəşəng. Düz olsun, əyri vurmayın. Burada vur baskını vur. Star üsulla baskı eləyir. Bilbao'da otelin 6-cı mərtəbəsində. Dəhşət.